Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Xanımlar, gördüyünüz kimi xalça yuyacağım. Saat 8-dir, 9-a işləyib. Mən təbii ki, axşamdan yatmamışam. Səhər-səhər 7-yə işləmiş. Uşaqlar işə gedəndə gətirdim xalçanı, balkondaydı, bura qoydum. Mən xalçalarımı keçən il yudurtmuşam xanımlar. Mən də ağır xalçadır, Təbriz xalçalarıdır. Yəni artıq gücüm çatmır, yuya bilmirəm. Keçən il verdim, yudurtdum. Daha hər ildə yudurtmağı düşünmürəm. Həm xalça xarab olur, həm də ki, yəni bizdə Məlikdir. Məlik də ki, çox təmiz uşaqdır xanımlar. Yəni səliqəli yeyir də, oturur stolda yeməyini yeyir. Yəni əlində yeyə gəzsin, məsələn, ora sürtsün, bura yaxsın, belə bir şey yoxdur. Ona görə də bizdə təmizdir. Xalçaların hamısını gəlin qaynana toz soranlamışıq, silmişik, yığmışıq. Bir dənə bu xanımlar, deməli 3 metrədir də, 3 metrə yarımdır. Bu deməli koridora açılır. Bunlar da nazikdir də. Bir mətbəxdəki, bir də balkonda lap köhnə, qədimi 50 ilin xalçalarıdır, Gəncə xalçası. Yəni onlar da artıq naziliblər də, belə deyək, nazikləşiblər. Onları yuyub götürüb qoya bilirəm. Onları yəni yuyacam. Əslində xanımlar, onları da verib yudurlardım. Yəni bunları da verib yudurlardım. Həm 20 kvadratdan az olanda gəlmirlər, gəlib götürmürlər. 20 kvadrat ən azı olmalıdır ki, yəni gəlsinlər, sifariş götürsünlər. Ona görə məcbur özüm yuyuram. Həm də ki, mən sevirəm evimi işin görməkdən. Belə. 7-yə işləmiş uşaqlar işə gedəndə gətirdim, həyətə qoydum, bunların hamısını yığdım. Sadəcə olaraq dedim, qoy biraz günəş çıxsın, biraz su içinsin ki, xanımlar yuya bilim. Amma çox sevinirəm. Çünki bilirsiniz, mən hər il xalça yuyanda görmüşsünüz, mənim şlankım çox nazik idi və zəif gəlirdi də su. Amma bu şlank çox yaxşı gəlir. Yəni rahat yuyacam, xalçaları yuyacam. Bunlar da ki, xanımlar, çirk deyil ki, koridordadır, bir də balkonda ayaqqabı çıxarılan yerə açdığım xalçalarda. Yəni bunlar daha çox toz olurlar. Elə bir dəfə belə yuyucu vasitədən səpəcəm, belə şotka ilə də sürtəcəm, elə yuyub götürəcəm. İlk öncə deməli rənglər üçün maye yuyucu vasitəni gətirdim. Koridor üçün olan bu xalçanı rənglər üçündən yumayacam. Ağlar üçün olan yuyucu vasitədən istifadə edəcəm. Amma digər o Gəncə xalçaları ki deyirəm, onları da yuyucu tozdan yox, yəni paraşokdan yox, maye yuyucu deməli vasitədən rənglər üçün istifadə edəcəm. Xanımlar, görürsünüz, bu şlank böyüdü deyə ölçüsü. Su da çox gözəl. Belə su ilə yumağa nə var ki, xanımlar? Belə su ilə yumağa nə var ki? Mən yazıq canım, o necə deyərlər, o yaşlı nənələr, analar deyirdilər, iynə ilə gör qazıram özümə. Mən o balaca nazik şlankla elə xalçalar yuyurdum xanımlar. Neyniyim? Yaxşı isladıram. Sonra yuyucu toz səpəcəm üstünə. Xanımlar, bu xalçanı yuyum. Sonra gedim bir stəkan çaydan, çörəkdən yeyim, içim. Sonra düşü o bir xalçaları yuyacam. Onda artıq Məlik də gətirəcəm həyətə. Məlik heç oyanmayıb hələ. Məlik oyansın, Məliki də gətirəcəm həyətə. Nünüsü qurban, görsün nünüsünü kömək eləsin. Yaxşı isladıram. Həqiqətən pis və ya yaxşı işi görürük də. Biri var məsəl üçün çətinliyindən görək, biri var asanlıqla görək. Ona görə də gözəl xanımlar, valla çox gözəl, indi düzdür, zəmanəmizin ağır tərəfləri varsa da, rahat tərəfləri də var. Rahat tərəfləri də var xanımlar. Bizlər əldə paltar yumuşuq, elə mən özüm. Heç analarımızı, nənələrimizi deməyək, mən özüm, mən yaşlı xanımlar. Əldə yumuşuq paltarlar. Xanımlar, hava limanı bizə yaxındır deyə təyyarələr səsi imkan vermişim. Nə bilim, ət çəkən maşın əldə çəkmişik, paltarlar əldə yumuşuq.
qablar əldə, hər bir şeydə. İndi niyə ona misal gətirirəm? Təsəvvür edin şlankda. Mən balaca nazik şlankla yuyurdum. Çünki bizdə xanımlar həyətdə krantlar görürsünüz də. Ora deməli krantı ölçüsü balacadır. Ona görə də balaca şlank. Yəni gedirdi ora. Amma mən başa düşmürdüm ki, həyətdə əlavə yerdən var da bu ölçüdə krant. Belə şlankalıq keçirmək olar. Nə bilim mən ay xanımlar. Bunlar şişirdi də. Görün nə qədər mən işimi çətinləşdirirmişəm. Görün nə qədər çətin yuyurmuşam o qədər xalçaları nazik şlankla. Amma indi sevinə-sevinə yuyuram. Belə xanımlar. Hanımlar bu cür yüzü tozu səpirəm, üzərindən də biraz su səpirəm, başlayıram şotka ilə sürtməyə. Məlik, sən həmən qurban olum. Xanımlar vurub balım. Mətbəxin pəncərəsində məni sağlayın. Sən həmən qurban olum. Qoy bu xalçanı yuyun. Hava biraz da günəşli olsun, qısqın hava, isinsin. Gəlin mən də çəkirək yiyinsin. Sonra bir xalçanı yuyunda balamı bıraxacam. Başına papaq qoyuruq xanımlar, bıraxırıq həyətə. Saat 11'ə qədər, bəzən deyirlər 12'ə qədər yumuşalarını sağalmalıdır insanın. Nönəsi ona qurdu. Biraz təmbəldir da, əslində səhər tez düşdən yata yaxşıdır. Balam yatır, təmbəldir. Xanımlar, nə gözəldir. Həqiqətən insan işini rahat görmək nə gözəldir. Bu şlanka görə nə qədər mutlu olmuşam. Xanımlar, həyatdan gözləntiniz çox olmasın. Kiçik şeylərlə mutlu olmağı, xoşbəxt olmağı bacarır. Yəni deyir, xoşbəxtlik bizim əlimizdədir, kiçik şeylərdədir. Onu böyütmək bizlərin əlindədir. Həqiqətən bir dənə bu şlanka görməz nə qədər özüm xoşbəxt hesab edirəm ki, necə rahat görürəm işimi. Yoxsa o balaca şlankla xanımlar, laxanları qoyurdum, ledirləri qoyurdum, yanıma doldururdum. Belə əyirdim, tökürdüm, elə təmizləyirdim. Bir də ki, Əli Əleyhisselamla xanımlar hədis var. Buyurur ki, kiminsə sizdən üstün olması önemli deyil. Yaxşı, nənə qurban. Kiminsə sizdən üstün olması önemli deyil. Sizin bu gününüzün dünəninizdən üstün olması sizin üçün önemlidir. Məsəl üçün deyirəm də, tutaq dünə mən əziyyət çəkirdim, bugün rahatlıqla yuyuramsa, mənim üçün önemli olan budur. Mənim, sənin, hər birimiz üçün. Bizim nəyimizə lazım, kimin milyonu var, kimin malı mülkü var, kimin nəyi var. Təbii ki, pis şeylərə, cəmiyyəti məhvə sürükləyən nələrəsə irad bildirə bilərik, tənqid edə bilərik. Amma kimin varı var, dövləti var, mənim yoxdur. Biz əlimizdə olanlarla mutlu olmağa, xoşbəxt olmağa çalışmalıyıq, zövq almağa çalışmalıyıq. Xoşbəxtlik nədir? Xoşbəxtlik nədir xanımlar? Xoşbəxtlik varla dövlətdə deyil ki, xoşbəxtlik insanın əlində olanlardan zövq ala bilməkdir. Yəni, bütün çalışmağımız, vuruşmağımız zövq almağımız üçündür də. Əgər biz hər hansı bir şeydən də zövq ala biliriksə, kiçik bir şeylərdən nə gözəl. Nə gözəl bizlə yaşayan insanlara, necə rahat olar onlara bizlə yaşamaq ki, yəni biz kiçik nələrləsə xoşbəxt ola bilirik. İnsanlar var, dünyanın ayaqlarının altına sərirlər, yenə də yəni, onları qane etmək yolunda, yenə nəsə istəyirlər. Yəni, onlar əslində bədbəxt insanlardır. Məlik, nənə qurban sənə, ay Məlik. Can.
olsun. Xanımlar, heç xalça yumağı görməyib, bax, keçənlərdə ufaq idi. İndi bu nənəm yeyindir həyatda belə. Ona görə elə qışqırır. Nənəsi qurban. Dünənki deməli, son videomda bir xanım yazmışdı ki, Məlik neçə kəlmə deyib. Xanımlar, Məlik ancaq və ancaq nənə deyir, vəssalam. Başqa heç bir şey demir, inşallah ki, deyəcək. Oğlan uşaqlar biraz tənbəl olur da. Məlik, ay sənə qurban olum. Nənən güllərini qırma da, nə olar? Nənən güllərini qırma. Güləsən sən ona bax. Deyir ki, gülləri qırma. Xanımlar, Günay orada vannan içərisində dəsmalları ısladıb. Mən həmişə videolarımda qeyd edirəm ki, mən qaynadıram vedrədə. Günay qaynatmır, belə edir, elə həmin nəticən verir. Yəni, üzərinə ağardıcı səpir, yüzü toz səpir və qaynar suyu üzərinə əlavə edir. Qalır soyuyana qədər, sonra sıxır, paltaryana atır doğramaya. Tərtəmiz olur. Xanımlar, görürsünüz, qar kimi isladır. Elə qışda da Günay pilləkənə qoyur laxanı. Deyir, qoy buxarı falan balkona olmasın, sonra vann otağına dolmasın da. Elə pilləkənə qoyur. Mən də balkonda qaynadıram. Qaynayan kimi belə də 5 dəqiqə qaynayır. Həmən söndürürəm, elə mən də vedrədə qoyuram pilləkənə. Çox buxar falan dolmasın da balkona, ya vann otağına. Belə, yayda da şöyle yenə həyətə qoyuruq. Belə, indi bunu sıxacaq, Günay apab atacaq maşına, durulanma rejiminə. Xanımlar, kes o tərəfə, kes o tərəfə. Nənələr, xalalar, səhər basın. Keçmə, xalçanın üstə getmə. Xanımlar, balam gəlir, günəş şüası qəbul eləyir. Ay Məlik, bunun vitvasonuna baxın, ay xanımlar. Bunun tipinə baxın, gəl görün bu. Gəl görün, gəl nənən yanına. Gəl nənən yanına, xalalar səhər baxsın. Ay sənə qurban olun. Balam günəş şüası qəbul eləyir da, nənələri, xalaları. Balam günəş şüası qəbul eləyir. D vitamini alır, günəşdən D vitamini alır. Bunun kıçına, qoluna, vitvasonuna baxın, ay xanımlar. Sənə mən qurban olum, ay Məlik. Gəl görüm nənən yanına. Gəl nənən yanına görüm. Bax, dayan, orada dayan. Yaxşı da burada dayan, burada dayan. Bunun bir nəfəs onu. Belə dur görüm. Belə dur görüm. Nənəyə bax görüm. Öpüş göndər. Nənələr öpüş göndər. Uy sənə qurban. Öpüş göndər. Öpüş göndər. Uy elə yox da. Nənəyə bax. Bax belə. İki əllə. Öpüş göndər. Uy sənə qurban olur. Balama soyuqlar buraxmıram suyun içərisinə. Uy nənən sənə qurban, yuh. Yuh nənən qurban, yuh. Sürt, sürt. Qəşən şotka ilə sürt, nənəyə kömək elə. Qəşən elə. Yoruldum. Tez. Hə, çıx xalçanın üstündə qəşən elə. Ay sənə mən qurban olum, ay Allah. Ay Allah, bunun bir nəfəs onu. Sənə qurban olum mən, ay Məlik. Sənə mən qurban olum, ay Məlik. Məlik tez ol, istidir, qurudu. Üzərində qurudu. Nənəyə kömək elə. Tez. Üzərində qurudu. Məlik, kömək eləmirsən nənəyə. Yoruldum. Göstək ayaqqabısını çıxarmadım, elə su içindədir. Bəs də ata ver nənə yusun, tez gündür nənə qurban. Allah'ım bir nəfəs onuna baxın.
Bax görüm nəniyə. Nəniyə bax görmürəm ki mən. Günəş düşürdü ya ekrana. Görmürəm. Balam kömək eləyirdi. Allah nənəsi buna qurban. Balam kömək vermir də xanımlar ağlayır. Da ver, Məlik ver, ver. Ay sağ ol. İndi keç o tərəfə. Keç o tərəfə. Keç. Yordun sən məni. Keç. Bir dənəsi qaldı. Onu da yuya. Apar Məlik, apar. Nənə qurban. Bura gətirmə. Bir dənəsi qaldı. Onu da yuyum. Tez gedək evə. Heç nə görmürəm ki telefonunu. Ha, ekrana ki günəş düşür. Heç nə görmürəm. Mən özümü görürüm. Məlik. Sən məni kömək eləməyə gəlmədin ki Məlik. Sən məni yormağa gəl. Xanımlar bu da üçüncü. Biraz öncə yuduğum xalça o. Bir də bu ikisi də Gəncə xalçasıdır. Bunları balkona ayaqqabı çıxaran yerə sərir. Təbii ki, xanımlar kameranı söndürdükdən sonra daha rahat, yəni daha yaxşı yuyuram da. İndi sadəcə sizə göstərim. Kameranı söndürdükdən sonra daha rahat sürtürüm. Məli, üstümü başımı batırdım baba. Tertemiz, sadece torpaqdır bunlar. Toz torpaq. Yaxşı, gəl biraz da sen. Keç biraz da sen. Keç xalçanın üstü elə. Keç, onsuz da batırmışsın üst başı. Keç qabağa elə. Tez. Nənə yorulur, tez. Neden? Bəs gəl xalçanı yu da oran. Niyə yuyursan? Gəl xalçanı yu. Gəl xalçanı yu. Ay sağ ol. Xalçanı yu. Tez ol. Xanım ayaqqabısı elə su oldu da çıxartdım ayağından. Gəl tez gəl yu. Yaxına gəl. Aha buraları yu. Ay sağ ol. Belə otur yu. Ay sağ ol. Sənə mən qurbanım. Nəniyə də... Qalx ayağa. Ay bak bu nə hərəkətdir ki? Bunu da xalça yumaq mənə necə başa gəldi. Bunun suyu. Verib yudursarım bundan yaxşı idi. Nəniyə kömək eləyirsən? Sənə mən qurban olum. Xanımlar, Məlik bizim başımızı oynaçdı. Mən dedim, indi nənə bala xalça yumaq keyfi yaparıq, amma məni çox yordu, incitdi. Xanımlar, bunlar köhnə xalçalardır da. Sadəcə ayaqqabı çıxarılan yer açıram. Belə. Bu da balaca. Belə daruşqa deyirik. Balaca qapının ağzına. Digər kalyor üçün olanda sərdim. Belə xanımlar, istədiyim mən də gedim evə. Hələlik bu qədər. Nene sen öpsün get.
Seni kurban olum. Senin Get. Balam, nəniyə bax, nəniyə bax. Balamın dizliklərini taxmışıq ki, yerdə sürünür, edir, dizlikləri yıxılır, bir də görsün özü sürünür, dizliklər getməsin, dizləri getməsin. Gəl görün bura, gəl görün nənənin yanına. Gəl görün, verəcəm. Gəl nənənin yanına. Verəcəm də, sən gəl nənənin yanına. Dayan. Da get. Get maşında otur heç. Sənə qurban olum mən. Gelmə, gelmə, gəl bura, gəl burada heç. Nənəsi qurban, gəl görün bura. Dadlıdır məni. Dadlıdır mən balam. Balamın dizliklərini sənə qurban olum. Dadlıdır. Necə dadlıdır, ay Allah. Balam, xanımlar, pəncərədən günəş düşür. Günəş işığı düşdüyü üçün belə video boz alınır. Yəni video çəkdiyimiz zaman günəş işığına tərəf çəkməməliyik də. Arxa tərəfimiz günəş işığın olmalıdır. İndi balam bu tərəfdə dayanıb deyə video belə boz düşür. Sənə mən qurban olum. Nənəsinin balası, nənəsinin körpəsi. Dadlıdır Məlik. Ay Məlik. Məlik. Dadlıdır. Sənə qurban olum mən. Sənə qurban olum mən. Ay yaxşı. Söndür də söndür. İstəyirsən söndür. Söndür. Düş bax, özün söndür. Ay yaxşı düş. Ay sənə mən qurban olum. Gəl bax görsən işığı yanır. İndi get söndür. Oradan söndür. Sönmədi. Ay sağ ol apar. Sənə qurban. Sən özün gəl nənənin yanına. Sən özün gəl nənənin yanına. Sənə qurban. Allah südün qalıb. Südü iç. Sənə qurban olum. Sənə qurban olum. Ay Məlik. Sənə qurban. Xanımlar, səhər saat 9-dur. Məlik Məmmədin də səsi gəlir. Xanımlar, oyananda yuxudan. Təbii ki, növbəti gün səhər 9-dur. Bu videonu izlədiyiniz zaman görəcəksiniz, xalça yuyuram, deyirəm, səhər saat 8-dir falandır. Dünən xalça yumuşam. Dünən hava çox gözəl idi, amma bugün küləkdir. Xalçalarım demək olar ki, quruyub, amma bugün hava heç yaxşı deyil. Məlik Məmmədin də səsi gəlir. Oyananda başlayır oradan xanımlar çığırmağa. Güya çağırır da mamasını. Xanımlar, gedəcəm biraz alış-veriş edəm. Real marketə gedəcəm. Baxacam da nəsə biraz kiçik bir alış-veriş biraz edeyim. Çünki o gün Araz marketdə tam olaraq etmədim. Burada tikə ət var və deməli sinə əti var. Bilirsiniz ki, belə dondular, belə görünürlər. Bilirsiniz ki, əslində ət çoxdur, sadəcə dondu, yapışıb bir-birinə. Bilirsiniz ki, ikinci oğlum ət yemir. Heç əslində xanımlar, mənim balaca oğlum da tik ət yemir. Balaca oğlum çəkilmiş ət yeyir, kotlet yeyir. Məsəl üçün qıyma ilə makaron falan süzürük, da bişiririk, yeyir. Dolmalar yeyir, amma tik ət yemir. İkinci oğlum da ümumiyyətlə yemir. Əti Günay, böyük oğlum mən üçün bişirəcəyik. Sinə ətində ikinci oğlumla balaca oğlum üçün. Təbii ki, xanımlar, yenə də aş. Çünki uşaqlarım nə sevir, onu bişiririk də xanımlar. Burada sultan düyüsü var. Yəqin ki, 4 stəkan süzərəm. Belə xanımlar. İndi ətlərin, mən sevmirəm ətlərin mikrodalğada donun açılmasına. Yəni, özü, belə deyək də, təbii yolla buzunun açılmasının tərəfdarıyam. Amma indi tələsirəm, mikrodalğaya qoyacam, buzu açılsın, donu açılsın, ətləri qoyacam bişməyə. Sonra gedəcəm. Ola bilsin, Məliklə Günay da apararam özümlə. Çünki tək yeyib gələ bilmirəm. Taksinə yeyib, taksinə gələcək. Xanımlar, döşəmə silən olur, paspas silən nə deyirlər, bax ondan almalıyam. Sonra Günay həyətdə bu İran şampunu var, ondan istifadə edir, həyət evdə lazım olur, ondan almalıyam. Sonra nə almalıyam Günay? Günay deyir lampoçka.
Vanna otağında xanımlar bir dənə lampoçka yanır, hamısı xarab olub. Uşaqlarımın da vaxtı yoxdur xanımlar, işə evə, işə evə. Lampoçka almalıyam bir 10 ədəd, çünki həyətdə də lazımdır. Ondan sonra nə olacaq günüm? Hə, xanımlar, kəvər alacağım. Biz kəvərlə xoşlayırıq, kəvərlə edəcəm də aşı. Belə də, biraz meyvə, tərəvəz, biraz unum yoxdur. Şirniyyat bişirəcəkdim, baxıram ki, unum lap azdır. Çünki keçən də Arazdan almadıq. Xanımlar, burada deməli sinə ətidir, bişib hazırdır. Burada da ətdir, bişib hazırdır. Bu da düyümdür. İndi düyünü isladıb çıxıram. Günəş sağ olsun, tavan birində ət üçün, birində də sinə əti üçün, birində dana əti üçün, birində də sinə əti üçün soğan doğrayıb, hərəsinə bir baş soğan doğrayıb, hazır qoyub. Ətlər də hazırdır. Düyünü isladıb, biz evdən çıxırıq. Gəlib, kəvərdə alacam, gəlib aşı bişirəcəm. Yəni, heç xilası hava deyil, çox pis havadır, amma alacaqlarım var. Ona görə də məcbur çıxmalıyam, tək də gedə bilmirəm. Günay ilə mərkədə özümlə aparıram. Düyünü isladıram, taksini sifariş edirik, evdən çıxaq. Məli, ay Məli, hara gedirik, nənə qurban? Hara gedirik mənim balım, mənim kürpə? O tərəfə keç də səni çəkim, o tərəfə keç. Mənə bax, nənəyə bax, nənəyə bax, nənəyə bax. Nənəyə bax, gəl görün bura, gəl nənənin yanına. Məli, tez gəl nənənin yanına. Küsərəm ha səndən, tez gəl nənənin yanına. Gəl nənənin yanına, sənə mən qurban olum. Nənə qurban, ay Məli. Nənəyə bax, nənəyə bax. Sənə mən qurban olum. Get qapını aç gedək. Taksi gəldi. Gedək. Sənə qurban olum. Balama qurban olum. Get, qapını ged aç gedək. Sənə qurban olum. Ay Mary. Mary. Ay Mary. Sana kurban.
Məli, nənəm qurban yoruldun. Çox pis hava var, tozlu, torpaqlı. Nənə, bala yorulduq. Sənə qurban olum. Balam gedib nənəsinə kömək eləməyə, bazarlıq eləməyə, alış-verişə gedib balam. Ay Məli, yorulmuşsan nənə qurban. Sənə qurban olum. Sən neymişsin? Apar, götür apar. Məli! Tez onu da götür apar, Hə, Aysa apar. Aysa. Sənə qurban olum. Sənə qurban olum. Xanımlar, nənəsi balama yoğurtlar alıb. Sadə meyvəli var, kəsmikli var. Nə bilim, qaymaqlı var. Bunlar kəsmiklidirlər. Bunlar kəsmiklidir. Nənəsi qurban. Balama belə konfetlər almışam. Otağıma gəlir. İstəmirəm də əlim boş olsun. Balam nəsə istəyir, dolapları açır, məndən nəsə istəyir. İstəyirəm ki, nəsə olsun. Ay Məli, ye nənə qurban. Ye mənim həyatım. Ye. Ay, sağ ol. Sərgəli. Xanımlar, çox pis hava var. Artıq biz bugündən kondisioneri yandırmışıq. Üzr istəyirəm, kondisioneri yandırdıq. Çünki külək, torpaq. Nənəsi balama qurban. Balamın konfetlərinə qurban. Balam otağıma gələndə xanımlar bütün dolabları açır, nyam-nyam istəyir. Mən də bunları almışam, bu konfetləri. Balaca vaxt atasını alırdım. Oğlanlarım üçün alırdım. Belə almışam xanımlar. Xanımlar, hər dolaba 2 dənə yığacam. Balam dolabları açanda balamın əli boşa getməsin. Nənəsi qurban. Nənəsi. Elə mənim qapımı açır xanımlar. Otağıma gəlin, nyam-nyam. Özdə xanımlar qapını aça bilir, heç yastıqdan istifadə etmir. Elə kıçını, ayağını qaldırır, barmağının ucuna qapını açır. Da məni narahat eləyir də, qoymuş otağımda oturam, işimi görəm. Gələk mən içərdən bağlayam qapını, o da qışqırır ki, aç. Nənəsi qurban balamı. Xanımlar, kəvərlərim günə yaxşı yuyub. İndi mən də doğrayacam. Burada da düyünü islatmışam. 5 stəkan. Günə dedim 5 stəkan et. Çünki uşaqlar sevirlər plovu, yeyərlər. İndi əti qalmaz. Sabah günortaya yanına bir şey hazırlayaram da düyün yanına. Xanımlar, yenə ət aldım, sinə əti aldım, elə çıxmışkən. Məli, elə mən nənə qurban. Deməli, 14,89-15 manat bir sinə ətinə verdim. 28 manat neçəsə qəpikdə ət elədim. İndi bunları yaxşı mən doğrayım, yuyum. Aş üzəndə suyu süzülsün, bunlar da günah çəkəcək. Yarpaq dolması edəcəm, kələm dolması. Sonra ne günah, yarpaq, kələm. Sonra da dolma edərik, nə bilim,
qıyma ilə uşaqlar üçün bişirərəm. Çünki tiki əti ancaq Günay mən böyük oğlum yeyirik. Heç olmasa çəkəndə ikinci balaca oğlum da yeyir. Ona görə bunları da çəkirik.